Sual 26. 324 qram sink oksid neçə moldur? Sink oksidin emeri 81-dir. Yəni nə deməkdir? Bunun 1 molu 81 qramdır. Bəs görəsən bunun neçə molu 324 qram eləyəcək. X da buradan bərabər olacaq. Buna bu x-a gələcək 4. Yəni 4 mol olacaq doğru cavabımız. Sual 27. 0,2 mol natrium sulfat vurulsun 10 molekul su birləşməsində neçə mol atom var? Dəyərli dostlar, bir dənə fikir verək bura. Burada 2 dənə natrium, 1 dənə kükürt, 4 dənə də oksigen atomu və burada da görürsünüz bu 3-dür. Yəni 2 dənə hidrogen, 1 dənə oksigen 3-dür, amma öndə 10 var deyə 3 vuram 10-a eləyir 30 dənə də burada atom var. Ümumiyyətlə burada nə qədər atom var? 37 dənə. Yəni, əgər mən bir molekul götürsəm, 37 dənə atom burada olacaq. Bunun 1 molundasa, baxın, burada 1 molda 37 mol atom olacaq. Bəs bunun 0,2 molunda nə qədər atom olacaq? X qədər. X də buradan bərabər olacaq. Bunda 2 vurunda 7,4, yəni B variantı. Sual 28. 0,2 mol maqnezium sulfat vurulsun 7 molekul su birləşməsində neçə mol atom var? Deməli, 1 dənə maqneziuma görə, 1 dənə kükürdə görə, 4 dənə oksigenə görə, bu elədir cəmi 6. Sonra burada da 3 var, yəni 2 dənə hidrogen, 1 dənə oksigen, öndə də 7 var deyə 21 də bu. Bunları cəmləyirəm, eləyir 27. Yəni, əgər mən bu maddədən 1 mol molekul götürsəm, burada 27 mol atom olacaq. 1 mol molekulda olacaq 27 mol atom. Bəs mənə deyir, bunun 0,2 mol molekulunda 0,2 mol molekulunda nə qədər atom var? Bilmirəm. Buna bir x deyim. X də buradan bərabər olacaq. 2,7-ni də vuranda, daha sonra 27-ni vuranda 0,2-yə bunu çəkəcək 5,4. Yəni düzgün cavabımız olacaq D variantı. Sual 29. Bizə 2 dənə mübarək birləşmə verib, kütlələrini verib, mol miqdarlarını bizdən istəyir. Dostlar, birinci maddəmiz C2H6-dır. C2H6-nın emerinə fikir verin 30-dur. Yəni, bu maddənin əgər 1 molunu götürsəm, eləyəcək 30 qram. Bəs görəsən, 90 qram götürmüşəm. Bunun mol miqdarı nə qədərdir? X-dir. X də buradan bərabər eləyəcək 3 moldur. X-i tapdıq, əlhamdülillah. Keçək indi C2H4 maddəsinə. Bu maddənin emerini 28 verib. Yəni, əgər mən bu maddədən 1 mol götürəcəmsə, bu 28 qramdır deməkdir. Görəsən, mən neçə mol götürmüşəmsə, kütləsi 56 qram dibdir. Bu da Y moldur. Y də buradan bərabər olacaq 2-yə. Yəni, X3, Y2, yəni düzgün cavabımız B variantı olacaq. Sual 30. Bizə birləşmələr verib, normal şəraitdə həcmlərini verib, mol miqdarlarını istəyirik. Birləşmələr bizə lazım deyil burada. Sadəcə həcmlərinə və mol miqdarlarına baxaq. Normal şəraitdə bütün qazların 1 molunun həcmi eləyəcək 22,4 litr. Görəsən, 33,6 litrlik bir həcm neçə mol deməkdir? X qədər deməkdir. X də buradan bərabər olacaq 1,5. X-i tapdıq, əlhamdülillah. Yenə də baxın, 1 mol qazın həcmi eləyəcək 22,4 litr. Normal şəraitdə təbii ki. Bəs görəsən 44,8 litr. Bu 44,8-i baxın buradan götürdük. Neçə mol deməkdir? Y mol deməkdir. Y də buradan bərabər eləyəcək 2. Yəni 1,5, 2. Düzgün cavabımız C variantı. Sual 31. Deməli, bizə birləşmələr verib. Metan, asetlen, sonra propen. Bu maddələr verildi və deyir ki, bunların mol sayları fərqlidir. Hidrogenin kütlələri burada eynidir. Dostlar, bu maddələri yazıram. CH4, C2H2, C3H8. Buradakı hidrogenlərin əgər kütlələri bərabər olacaqsa, onun üçün mən nə etməliyəm? Bunların hərəsindən neçə mol götürməliyəm? Gəlin, onlara diqqət edək. Dostlar, 4, 2, 8. Baxın, 4, 2, 8. Bu 3 dənə ədəd üçün biz əkov götürəcəyik. Onlar 3 üçün əkov elə 8-in özü, daha doğrusu 6 deyə burada bağışlayın. Burada 6 imiş. Deməli, 4, 2, 6. Bunlar üçün əkov eləyəcək 12. 12 mol olması üçün də birinci maddədən 3 mol götürəcəm. İkinci maddədən 6 mol götürəcəm. Sonuncu maddədən də
13 mol olmasın 2 mol götürəcəm. Yəni fikir verin, indi burada hidrogenin kütləsinə fikir verin. 3 vurulsun 4 eləyici 12. Sonra burada da 6 vurulsun 2 eləyici 12. Yəni şərt ödənilir. 2 vurulsun 6 eləyici 12. Baxın, hər birində hidrogen kütləsi 12-dir. Bax, bunun şərti ödənildi. Baxın, hidrogen kütlələrini bərabər vermişdir. Bizə nə deyir? Deyir ki, mol miqdarlarını tapın. Birincidən 3 mol, ikincidən 6, sonuncudan da 2 mol. Deməli, N1 bərabər oldu 3 mola. Bax, bu oldu 3 mol. N2 bərabər oldu 6 mol. Sonuncusu da oldu 2 mol. İndi biz bunları müqayisə edək. N2 hamısından böyükdür, N3 hamısından bələcədir. Düzgün cavabımız olacaq B variantı. Sual 32. Bizə maddələr verilmiş, mol miqdarları verib və hidrogen kütlələri bərabərdir deyir. Maddələri yazırıq C2H6, H2S, NH3. Əgər hidrogenin kütlələri bərabərdirsə, yəni 6, 2, 3 bu ədədlərin bərabər olması üçün bunların əkoblarını götürək. Bunların əkobları da elə 6-nın özüdür. Yəni, əgər 6 mol hidrogen olmasını istəyirəmsə, birinci maddədən 1 mol götürəcəm. Baxın, 1 vurulsun 6 eləcə burada 6 qram hidrogen. İkinci maddədən 3 mol götürəcəm ki, 3 vurulsun 2 eləcə 6 qram hidrogen. Sonuncu maddədən də 2 mol götürəcəm ki, 2 vurulsun 3 eləsin 6 qram hidrogen. Hidrogenlərin sayı bərabərləşdi. Bizə deyir, mol saylarını tapmaq lazımdır. Gördüyünüz kimi, birinci N1 bərabərdir 1-ə, N2 bərabərdir 3-ə, sonuncu da bərabərdir 2-yə. Deməli, N2 ən böyükdür, N1 ən balacadır. Düzgün cavabımız B variantı. Sual 33. Bizə deməli, maddə verib, kütləsi verib, mol sayı və həcmlə soruşur bizdən. Verilmiş maddə budur, H2-dir. Bunun 1 molu normal şəraitdə 2 qramdır. Dostlar, indi bizə deyir ki, 8 qram vermişik bundan. Bu neçə mol deməkdir? X. X da buradan bərabər olacaq 4 mol. Aha, mol miqdarı tapdıq. X bərabər 4 mol. Və sonra indi buradan yola çıxaq. Dostlar, hər bir qazın 1 molunun normal şəraitdə həcmi 20,4-ə bərabərdir. Görəsən, bunun 4 molunun həcmi neçə litrdir? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bu eləyəcək 89,6. Həcmi tapdıq 89,6. Deməli, düzgün cavabımız 4 və 89,6, yəni Y variantı. Sual 34. Deməli, bizə maddə verib, kütləsində verib, mol miqdarı və həcmini soruşur. Verilmiş maddə də budur. Gördüyünüz bu N2 maddəsidir. Dostlar, N2 maddəsinin 1 molu normalda 28 qramdır. Niyə? Çünki azotun ayarı 14-dür, ayağında da 2 vardı, 28 qram. Görəsən bunun 42 qramı neçə mol deməkdir? Bura bir X yazaq. X da buradan bərabər olacaq. Deməli, neçə mol elədi? 1,5 mol. Aha, X-i tapdıq. 1,5 mol deməkdir. Yaxşı, bu maddənin normal şəraitdə bütün qazların, təkcə bu maddənin yox, bütün qazların normal şəraitdə 1 molunun həcmi eləcə 23,4 litr. Görəsən bunun 1,5 molunun həcmi neçə litr eləcək? Allah bilir. Allahın izni ilə mən də bilirəm ki, bu bərabər olacaq 33,6. Yəni, düzgün cavabımız nə oldu? A variantı oldu. Sual 35. Bizə maddələr vermiş, ərimə və qaynama temperaturu vermiş. Normal şəraitdə 1 molunun, deyir ki, hansı maddənin 1 molu normal şəraitdə 23,4 litr həcm tutur? 1 molu 23,4 litr həcm tutur demək, o deməkdir ki, hansı maddə qaz halındadır? Çünki qazların 1 molu normal şəraitdə 23,4 litr həcm tutur. Yəni, belə çıxır ki, bizə soruşur ki, bu X, Y, Z maddələrinin hansı qazdır? Özü də normal şəraitdə. Baxın, şəraitləri ən çox çaşdıran bu məqamdır. Normal şəraitdir. Dostlar, normal şərait adam elə bilir ki, otaq temperaturudur. Xeyr, fizikada və kimyada normal şərait deyəndə 0 dərəcə Selsi temperatur nəzərdə tutulur. Demək istəyir ki, bu maddələrdən hansı 0 dərəcədə qaz halındadır? Dəyərli dostlar, 0 dərəcə X maddəsi üçün ərimə və qaynama temperaturunun arasına düşür. Yəni, -20-dən böyükdür, 60-dan kiçik deyə bu hissədə də maddə olur maye halda. Yəni, ərimə temperaturu, qaynama temperaturu arasında maddə maye halda olur. Sonra 0 dərəcə Selsi Y maddəsi üçün ərimə temperaturundan da aşağıya düşür. Yəni, bu nahiyəyə düşür ki, bu nahiyədir. Yəni, ərimə temperaturundan aşağıda. Yəni, maddə hələ əriməyibsə,
Bu olur bərk aqreqat halda. Deməli, bu da olmadı. Hə, Z maddəsi üçün 0 dərəcə düşür, qaynama temperaturundan da yüksəyə, yəni mənfi ondan da yüksəyə. Bu nahiyədə də maddə qaz halındadır. Onda belə çıxır ki, bizdən Z-i istəyilmiş. Düzgün cavabımız yalnız Z, yəni İ variantı olacaq. Sual 36. İnşaat mühəndisi qapalı idman zalında ventilyasiya sisteminin səmərəliliyini yoxlamaq məqsədi ilə zalın havasının kimyəvi tərkibini araşdırır, yoxlayır ki, zalın içərisindəki hava həcmcə 78% azot, 21% oksigen və 1% karbon qazlarından ibarətdir. Zalın həcmi 400 metr kub olarsa, havada olan oksigen qazının həcmini hesablayın. Dəyərli dostlar, bu kimyadan daha çox riyaziyyat sualıdır. Deməli, biz nə etməliyik? 400 metr kubun 21%-ni tapmalıyıq. Bitdi. 400 metr kub əgər 100%-dirsə, yəni hamıdırsa, görəsən bu 21% neçə metr kubdur? Buna da bir x deyək. X də buradan bərabər olacaq. Bununla bu x sayısının qalsın 4. 4 də 21-ə vuran da eləyəcək 84. Yəni düzgün cavabımız C variantıdır. Sual 37. Kimya mühəndisi müxtəlif qazlarla doldurulmuş hava şarlarının yerdən qalxma qabiliyyətini və sıxlığını müqayisə etmək üçün bir şarı helium qazı, digərini isə karbon qazı ilə doldurur. Hər iki şarın həcmi eynidir və içərisindəki qazların temperaturları bərabərdir. Helium və karbon qazı ilə doldurulmuş şarların sıxlıqları arasındakı doğru münasibəti müəyyən eləyin. Dəyərli dostlar, gəlin belə eləyək. Əgər həcmlər bərabərdirsə, baxın, heliumla doldurulmuş şar, onun sıxlığını tapmaq üçün mən nə etməliyəm? Deməli, normal şərtdə qazın sıxlığını tapmaq üçün belə eləyirdilər. Rho-NŞ bərabərdir. Onun malyar kütləsini bölürdülər 22,4 litrə. Baxın, belə bir şey deyirdilər. Əgər mən helium üçün bunu hesablayıramsa, deməli, helium üçün hesablayanda nə edəcəm mən? Helium üçün hesablayanda Rho helium bərabərdir. Heliumun malyar kütləsini, yəni 4-ü böləcəm 22,4-ə. Sonra karbon qazı üçün hesablayanda Rho karbon qazı. Bunun üçün nə edəcəm? Karbon qazının emirini, yəni 44-ü böləcəm nəyə? Böləcəm 22,4-ə. İndi mənə nə deyir? Deyir ki, bu qazların sıxlıqları arasındakı münasibəti müəyyən edin. Onda belə çıxır ki, karbon qazı deməli 44 bölünsün 22,4-dür. Helium isə 4 bölünsün 22,4-dür. Təbii ki, karbon qazının sıxlığı helium qazının sıxlığından artıq olacaq. Yəni düzgün cavabımız olacaq B variantı.